Selamun aleyküm. Salam. Xoş gəlmisiniz abi? Sağ ol, çok sağ ol. Ne şükür. Hər şey yaxşıdır, yaxşılar. Yaxşıdır, xeyirli olsun inşallah. Zəng eləmişdiniz. Hoş gəlmisən. Necəsən? Nə var, nə yox? Neçə gün dedim ya bu. Zəng eləmişdik. Özünü görmədən. Hə, sizi açıq elan olması münasibətilə təbrik edirəm. Hər bir ovçunu İnşallah Allah Taala xətasız, bəlasız ov qismət eləsin, xeyirli olsun. Uzun müddət idi gözləyirdik ki, ov açılsın. Şad xəbər eşitdim ki, nəsə bir yenilik var. Xəbərə xəbər qatırıq. Çünki mən dostlarıma yenilik barəsində bir məlumat vermək istəyirəm. Sənəti ilə silahını qədər. Gəldimi? Çox sağ ol, çox sağ ol. Çox şükür ki, saxlamamaq gəldiniz. Allah köməyiniz olsun. Bu da sənin şəhadətnamən, silahın sənətə qədər. Xeyirli Bax. durun. Təbriklər, gəlin. Çox sağ ol Elmar qardaş. Allah razı olsun. Təbii ki, Elmar qardaşımızın təşəbbüsü iləndir bu. Bax gördüyünüz kimi Allah xeyirinizi versin. çox sağ olun, var olun. Gördüyünüz kimi Ən əsası Zaur müəllim, ən əsası Zaur qardaş. bəli. Bax, TikTok icazə vermir, göstərməyə tam. tam göstərə bilmirik. Hökmdar ailəsindən Zaur İsmailova xatirə. Xeyirli uğurlu olsun. Demək, təbii ki, hökmdar silahının biz tez-tez çəkilişlərini göstərirdik. Yəni bizim dəyərli dostumuz hökmdar zavodunun rəhbəri tərəfindən yəni bəyənilib. Elmar qardaşımızın təşəbbüsü ilə hökmdar zavodunun rəhbəri yanında olanda canlı yayında şəxsən orada təqdimat oldu. Məsləhət elədi ki, Elmar qarşısında kimə təqdim elə? Əlbəttə ki, Elmar qardaşımız mənim məsləhət bildi. Çox sağ olsunlar, çox sağ olsunlar. Yəni bir hökmdar ailəsi tərəfindən bir hədiyyədir. Mən öz təşəkkürümü bildirirəm. İnşallah indi mən bu silahla, necə ki sizə canlı yayında çəkilişlərimdə deyirdim ki, çəkəcəm sizə təqdim eləyəcəm hökmdar necə silahdır. Siz özünüz görəsiniz. İnşallah. Bununla nə etmək lazımdır, nəyə qadirdir, mən orada sizə təqdim edəcəm. İnşallah. Çox sağ olun. Allah xeyirli versin qardaş. Çox sağ olun.